Hörmətli xanım sədr, hörmətli millət vəkilləri, bugün məncə Azərbaycanın qarşısında duran ən böyük problemlərdən biri Xəzər dənizinin suyunun çəkilməsi ilə bağlıdır. Bu, təbii ki, bir müsbət faydası var ki, süni torpaq sahələri əmələ gəlir və bundan da səmərəli istifadə etmə imkanımız yaranır. Amma bizə Xəzər bütövlükdə dəniz kimi lazımdır. Gözümüzün qarşısında Aral faciəsi durur, Urmiya faciəsi, Gölü faciəsi durur və bu faciə heç də düşünməməliyik ki, Xəzərə gəlib öz təsirini göstərməyəcəkdir. Və bu nəticədə bildiyiniz kimi mütəxəssislər hesablayır ki, 1978-95-ci illərdə 50 min hektar torpaq sahəsi su altında qalmışdı. Amma 95-dən sonraki dövrdə isə geri çəkilmədə 38 min hektar torpaq sahəsi artıq quru demək sahə kimi gerçəklik olaraq ortaya çıxmışdı və bəzi yerlərdə 100, 200, 300 metr dəniz geri çəkilməkdədir. Və biz hesab edirəm ki, bölgə dövlətləri ilə bu məsələni ən vacib strateji kurs olaraq götürməli, bu istiqamətdə səylərimizi artırmalıyıq. Çünki bu balıqçılıq sənayesinə böyük təsir göstərir. Eyni zamanda əksər o bölgələrdə, quyularda su artıq qalmayıbdır. Xəzərin suyun çəkilməsi buna təsir göstərir və böyük bir ekoloji fəlakətlə üz-üzəyik. Xəzərin geri çəkilməsi ilə yanaşı, onunla eyni əhəmiyyətdə olan Azərbaycanda təhsilimizin geri çəkilməsi ilə bağlı problemlər də var və bu da bizi narahat eləməlidir. Bu günlərdə bir qərar qəbul olundu ki, lisey və gimnaziyalara imtahanlar ləğv olunur. 4-cü, 5-ci, 7-ci siniflər üçün, ancaq 6-cı siniflər üçün nəzərdə tutulur. Yüzlərlə, minlərlə insan və uşaqlar hazırlaşıb lisey və gimnaziyalara daxil olmağa. Bu qərar 8 ay öncə qəbul olunsaydı, heç bir narahatçılıq yaratmazdı. Hər kəs özünün gələcəyi ilə bağlı məsələləri müzakirə edə bilərdi. Amma bu imtahana bir neçə müddət qalmış, qısa müddətdə bunun ləğv olunması nəyə göstərir? Təhsil strategiya ilə bağlı məsələyə biz ciddi yanaşmalıyıq və dərhal da ictimai etirazlardan sonra Nazirlik bu məsələdə geri çəkildi və qərarı ləğv elədi. Bu cür eksperimentlərlə təhsilin bu vəziyyətə salınması arzu olunan məsələ deyil. Biz ona görə də bu məsələdə biraz ciddiliyi artırmalıyıq və bir çox sahələrdə açıq qəbul olunan qərarlar, islahatlar, eksperimentlər fayda vermir. Hətta indiki rəhbərlik səviyyəsində qeyd olunur ki, burada olan səhvlər hamısı 20 il əvvəlki rəhbərliyin səhvləridir. İndi 20 ildən sonra da təhsil tam sıradan çıxandan sonra başqa biri də çıxıb deyəcək ki, 20 il öncəki səhvindir. Belə bir səhvlər axtarışına çıxmaqla təhsili irəlilətmək olmaz. Bu məsələ üzərində məncə ciddi düşünməliyik və ciddi islahatlar aparmalıyıq. Təşəkkür edirəm.